Sponsorlar: Oba Marketlər şəbəkəsi, Mini Boss uşaq bezləri. Belə yoldaşları olar. 2 saatlik yol gələm, hamı yatıb, bir danışan yox, dərdləşən yox. Yeməyə çatan kimi hamı cumacaq yeyəcək. Balaca yemək iyisi gəlsəydi, yemək qoysun. Hamı oyanacaq. Uliska, Aycan, hardayıq? Şamaxıdayıq. Ləzzət axtarışının növbəti bölümü Şamaxıda. Bugün Ulya bizim üçün elə bir insan yemək bişirəcək ki, bilmirəm onu necə təqdim eləyək. Öz işinin peşəkarı. Azərbaycan mətbəxini dünyaya tanıdan Dünya Barbekü Asosiasiyasının vitse-prezidenti Sahib İsrafilov bugün bizə yemək pişirəcək. Onu da deyim ki, Ulya, Sahib müəllim nəinki Azərbaycan mətbəxini, hətta dünya mətbəxini əzbər bilən adamdır. Yəni, bu insan möhtəşəmdir. Sahib müəllim əslən Şamaxılıdır, Sarı torpaqdan. Öz elinə, obasına 2-3 günlük istirahətə gəlib. Biz də eşidən kimi Sahib müəllim buradadır, həmən onu axtardıq. Dedi ki, Sahib müəllim, xahiş edirəm, o qiymətli əllərinizlə bizim üçün də yeməklər bişirin. Biz də ləzzət axtarışında komandası olaraq gələk o yeməklərin dadına baxaq. O da sağ olsun ki, sözümüzü yerə salmayıb. Mənim bir sualım var. Biz səndən Azərbaycanın demək olar ki, bütün bölgələrinə gedib və Azərbaycanın yox, dünyanın ən gözəl kababının dadına baxmışıq. Bəli, ən gözəli elə bizdə olur, Azərbaycanda. Baxmışıq, yeməklərin dadına baxmışıq. Bəs o yeməkləri Sahib müəllimin əlindən yemək, biz bu günləri məncə dəli olacağıq. Deyim də sənə də, bundan qabaq yiyirdik, 5 parmağımızı yalırdı. Ay, sağ ol. Ola bilsin, bugün 5 parmağımızı yedik. Ulya, yəni hər ehtimal üçün, nə bilim, vaxt itirməyək. Gedək. Bu insan hər dəfə ələ düşmür. Onun üçün də gedək. Tərpənə yavaş-yavaş. Şamaxıdayıq, Sahib müəllimin qonağıyıq. Getdik. Bu arvad da dəhşət deyil. Bu böyüklüyündə bazarlıq siyasi olar. $58 manat 40 qəpik. 58 manat 40 qəpik. Yazdıqlarımı dəqiq hamısını aldın. Hətta elələri var ki, 2-2-3-3 aldım. Ulya doğrudan da oba qənaətin məkanıymış. Bəs mən sənə nə demişdim? Gözəl insan. Necəsiz? Necəsiz, keyfiniz əhval olsun? Çox sağ ol. Biz bu görüşə çox səbirsizlənirdik. Özdə necə? Bugünkü görüş məncə
tam nöqtəsinə düşmüş. Təqdimatı eləyə bilmirdik. Gastronomiyanın məncə məkanında, gastronomiyanın atasının yanında. Bəli. Necəsiz Sahib müəllim? Keyfiniz Monika ahval? Nasazdati yox. Çox sağ olun. Çox sağ olun. Mən şadam bu günləri burada olmaq. Bu günləri sizinlə bir yerdə olmaq. Və bu Çox sağ ol. günləri çalışaram. Əlimdən nə gəlir eləyərəm ki, sizin üçün maraqlı olsun. İnşallah. Sahib müəllim, Mən də şadam. Sizin verilişdə iştirak eləmək üçün. Öpürəm sizi. Mən izləyirəm sizin verilişi. Qeyri-adi bir şey eləyirsiniz. Qeyri-adi bir verilişdir. Yəni maraqlıdır. Axıra qədər gözləyirsən ki, bunun axırı nə olacaq? bu günlərdə indi hamı gözləyir ki, görək nə olacaq. Məkanımız əladır, Şamaxıdayıq. Elə demək olar ki, Sahib müəllimin doğma, böyüyüb boya başa çatdığı məkandır, düzdür? Bəli. Köknən siz Şamaxılısınız. Bəli. Ne prosto Şamaxlı, sarı torpaqlı Şamaxlı. Sarı torpaqlı. O bildiyim qədər ora karinoid gedir də, karinoid, sarı torpaqlı. Aha, indi soruşaq, bugün nə olar? Mənim ən sevdiyim sual. Buyur. Don David. Oo. Bugün bizim menümüzdə nə var? Nə yeyəcəyik? Nəsə elə bir üzə gəlir orada. Hər tərəfə baxın dağlardır. Dağlarda nə olur? Asetrina. Dağda asatiri. Baba. Bugün bizim menüdə olacaq qədim Şamaxı yeməklərindən səbzi. Bu səbzi və səbzi plov başqa şeylər. Bir var səbzi, bir var səbzi plov. Bugün olacaq ancaq səbzi. Bir dənə bir şey deyim də. Bax, elə standart yeməkləri var ki, onu biz bir çox yerlərdə yeyirik. Məsələn, Lənkəranda da Tab yemişik. məsələn. Nə bilim. Usarda yediğimiz afvar kimi, onun Dəhşət kimi olur. dadlı qutab mən Amma həyatı bu boyu səbzi yeməmişəm. plov ki var, bildiyim qədər zonamızın bir çox yerlərinə bişirirlər. Elədir. Amma Şamaxıya özəldir o, başqa cür olur. Yoxsa eynidir, sadəcə əl fərqi var burada. Yox, Əl duzu. buna mən deyim. Azərbaycanda 9 iqlim var və yəqin ki 9 dənə də mətbəximiz var. Bu indi saymaq olar, hamı saya bilər. Yəni Şəki, Gəncə, Şamaxı, Bakı, Quba və s. Bu yəni həqiqətən də belədir. Yəni bu günləri bizim o Azərbaycan mətbəxi var və Azərbaycanın içində regional mətbəxlər də var. Biz qonşularımız kimi deyə bilmərik ki, bu səbzi ancaq Şamaxı yeməyidir və yaxud dolmanı Şamaxıda icad ediblər. 20 əsr bundan qabaq. Amma səbzi hər yerdə var, amma mən bildiyimə görə səbzi, şüyüd, plov bu Şamaxı yeməkləridir. Aha, Şamaxı Mən yeməyi. bildiyimə görə. Və yaxud qovurma hər yerdə var. Hər yerdə bir cür eləyirlər. Naxçıvan qovurması, məsələn, bu brenddir. Aha, qavurma. Naxçıvan qavurması. Biz bu yaxınlarda Sahib müəllim İmişlidə idi, İmişlinin də qavurması var. Bəli, İmişlinin öz qavurması var. Möhtəşəm idi Sahib müəllim, möhtəşəm idi İmişli qavurması. Dəhşət idi. Demək olar ki, demək olmaz ki, harda dadlıdır, harda dadsızdır, harda necədir. Hərənin öz dadı var. Əlbəttə ki, hərənin öz dadı var. Amma ki, niyə mən dedim Naxçıvan brenddir? Niyə? Naxçıvanda qovurmanı qoyurlar mətbəxin ən başına, belə deyək. Aha. Yəni qovurma olmayan evdə Naxçıvan deyirlər ki, o ev biraz boşdur. Və o yemək polufabrikat, yarım fabrikat kimi hazır olunur. Bəli. Yemək evə qonaq gəldi, adam gəldi və yemək bişirməmisinsə, bugün çıxartdın, qızartdın. Çıxartdın həmən. Yəni evlənməmək olar. Yəni arvad lazımdır. Rahat. Qovurma varsa arvad lazım deyil. Müəllim, bununla nə bişirəcəyik? Bütün bişirəcəksiniz bunu, yoxsa bunu? Yox, bunun bəzi hissələri bizdə gedir kebaba. Aha, bu. Əsas hissəsi bel hissəsi. Aha. Bizdə Sovet İttifaqı vaxtında Azərbaycanda olan yeməklərin çoxsun yaddan çıxıb və yaxud da eləmirlər və yaxud da adı yaddan çıxıb. Elə yemək var idi ki, gülməli adı var idi. Yəni hansı restorana gedirdin dəniz qırağında, gedirdi, nə yeməyə gəlmisiniz? Asetrin duxovka. Asetrin duxovka. Duxovka da, Asetrin duxovka. Hə, duxovka. Amma o asetrin duxovka elə bir gözəl yemək idi ki, onu bu günə qədər kimin 50-dən çox yaşı var yadında qalar. Yəni o zakuskadır da. Yəni o palna çəkilir. Qəlyan altı. Belə deyək, hə, stolda məsələn soyuq zakuska, o soyuq verilir stola. Və jelatin o verilir bütöv bir şəkildə. Oturmuşsan stolda onu kəsirsən, bir qusok belə yeyirsən. Əla şeydir. Bu gün o olacaq. Bu. Buradan biz deməli nə bişiririk? Duxovka. Bu duxovka. Bunun ortası duxovkadır. Bəli. Bu dalı ilə qabağı bəs? Bu gedir kebablıq. Nəyimiz var? Bu gedir kablıq. Bəli.
Baş hissəsi. Baş hissədə indi biz onu saxlayarıq, marazinikə qoyarıq. İtalyanlı bir qonağımız gələndə bişirərik. Sup. Oha. Başlayırıq bunu kəsməyə. O getdi uxaya. Ha, bu getdi uxaya. Bu duxovkaya gedən. Bəli. Duxovkaya gedəni biz tamatlayırıq. Bəli. Bu asatirin kebabının dadı başqadır. Bu kebabdır bizim hazırladığımız. Ha, bu kebab. Bu indiki kebabdır, düzdür? Ha, bu kebab. Duxovkaya Duxovkaya getdi getdi. pişməyə. Bu ayrı. Ha, o ayrı, bu ayrı. Bu ayrı. Bir də bu kəllə ayrı. Uxa, ha. Uxa. Ulya, Aycan. mən sənə dostum ki dedim, bayaqlar Adı? Ağbeyl. Ha. Dostun Ya. atası. Dostumun atası. Bu kişi düzdür, müəllim öz sahəsində, sahib müəllim öz sahəsində yəni tanınır, yüksək səviyyədə. Bu kişi də qranat deyəndə özdə ləqəblə Qranat Saşa kimi yadda qalıb. Qranat Saşa. Ölkənin Qonaqpərvərlik. bütün o avtomobil sürənləri bu kişini tanıyır. Bizim canımız, ciyərimizdir. Qonaqpərvərliyiniz üçün çox təşəkkür edirik. Çox gözəl isti eviniz var. Öpürük sizi. Rahat müəllimlə bizim axşam. Müəllim necəsiz? Keyfiniz əhvalınız? Yaxşısınız? Xoş gəldiniz. Mən acımışam. Hə, biz hamımız azmışıq. Qonaqpərvərdirlər. Qapımız həmişə özünüzə açıqdır. Təşəkkür Nə edirik. vaxt istəsəz bizim qapımız sizə açıqdır. Öpürəm, öpürəm. Sağ olun. Mənim Saşa dayım, Allah sənin canını sağ eləsin. Öpürəm, var olasınız. Sahib müəllim, Bəli. bunlar nədir? Bizdə bu günləri sucuk və firni var, 2 dənə desert. Bu da yəqin Desert. qədimi desertlərdəndir. Qədimi Ha, desert. Ha. Mən bilmirdim ki, bizdə Azərbaycanda südlü desert var. Bilmirdim. Ha, Belə bu, bir məlumatım yox idi. Quymaqdan başqa. Nişasta, bir də düyü unundan olur bunlar. Oo. Bunlar zaqatovkamız hazırdır. Bizim İndi bunun adı nə oldu? firni. 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 Aha. Bunu qoyacaq yəqin dediniz ki, soyuducuya. Hə, soyulacaq. Bu da sucuk. Ha, bu Və bunun firni mayəsi nədən hazırlanır? Bu nişastadan. Nişasta, Nişasta, kraxmal. kraxmal. Buğda nişastasından. Okey. ha, firni bildim amma bu sucuğu bunu bilmədim. Bu Biləcəksən. Qoy soyusun. ha, soyusun. Səsi sonra çıxacaq. Ha, bu deməli soyudulub yeyilir də. Bəli. Bizdə darçın var, bir də qoz. Sucuq bildiyimiz o belə kalbaska kimi olan, Yox, onu çox adam elə onun fikirləşir. tamı eynidir. Yox, yox. Adı sucukdur. Okey. Başqa heç bir şey yoxdur. Aidiyyatı bir-birinə yoxdur. Tək adı eynidir, amma dadları da teksturası və görkəmi də tam fərqlidir. Hə, şamaxılar onun adını sucuk qoyublar. Ha, ürəkləri istəyib, deyib ki, Hadi. mən buna sucuq deyirəm. Hə, aynen Güzel o. söz var. Aynen. Uzundur, qısadır, enlidir. Mən buna həll olundu. sucuq deyirəm. Nəvəsi gəl, aynen də bu nədir? Nə bilim, sucuk. Sucuq. Sağ ol ha. Deməli, bunlar da onun üstünə vurulandı. Mənim Bəli. intuisiya mən deyir ki, qoz bunun üstünə, darçınsa firnin üstünə gəlir. Robotu. Geçdilər. Hə, həqiqətən də elədir. Oy, oy, bu nə vaxt donacaq, mən bunun dadına baxacam. Burada, məsələn, evdə qadınlar nəsə yaza bilər. Onda biz ürək çəkək, Hə, o da olar. sircə çıxaq. Davay. Mən Çəkə biləsən onu ya? bilmirəm. Sağ ol Ulya. Biraz da belə geçən. Oy, 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 çəkdi. Hala oldu sana Ulya. Yəni burada nə istəsən yazmaq olar. Lı, L. lı. Z, Burada da eləyək Z. Z. Oo.
Ləzzət axtarışında. Bura gedəcək, Bunlar- soyuyacaq. Neçə saat qalmalıdır? İndi onu mən ikincisini eləyəcəm. Biraz professional onu qaşaç eləyəcəm. Mən Biraz professional gözəl eləməyəcəm. çıxacaq. Deməli, mən sənə bir dənə bir şey deyim. Əsas iş bilirsən hardadır? Bu, indi soyuyandan sonra bunu yeyəcək dadına baxacaq. Əsas iş bilirsən hardadır William? Hardadır? Müəllim, yəni bizim üçün belə həm rahat, həm maraqlı, yəni ən çox maraqlı olsun deyə işi bilsən harda qurub? Oy, düz bax orada. Mangal oradadır. Göyün 3-cü qatında. Mangal oradadır. Mangal ha oradadır. Gedirik mangal. Vay, Üçüncü vay, mərtəbədə. Vay. Gedirik mangalın yanına. Dəhşət. Getdik. Qaçdıq. Bu tez bişən olduğu üçün Hə. Sahib müəllim, birinci asatiri yeyəcəyik. Hə. Asatirin kebabı yeyəcəyik birinci. Həm Bəs də o, yüngül yeməkdir. o biri yeməklər nədir bəs? Olacaq sonra bizdə qovurma, səbzi, Aha, şüyüd. orada kartoşkalar görürəm, onlar nəyindir? O qovurmadır. O qovurmandır. Hə. Aha, sonra kükü desertlərimiz olacaq, var. kükü olacaq. Kükü, aha, bir dənə mənim üçün maraqlısı, Göyərtili yumurtalı kükü. aha, ən maraqlılarından da biri mənim üçün odur. Yumurtasız kükü? Necədir o sahib müəllim? Yumurta ilə demək olar. Kükü nədir? Biz küküyə duz vururuq da bişirəndə zelin. Aha. Amma burada elə bil ki duz vurmurlar küküyə. Aha. Onu doğrayandan sonra göyərtini, ona duz əvəzinə xırdalanmış quru balıq vururlar, dökürlər. Duz əvəzinə. Ha, o bir yerdir. Şamaxıda pişir bu. Ha. Oo. Görsüz? Möhtəşəm. O Balıqlı kükü. balıqlı kükü. Ondan da yeyəcəyik də. Bəli. Bundan balıqdan sonra kükü olacaq. Kükü olacaq. Aha, lap. Sahib müəllim, Bəli. burada Don David yazılıb. President of the Barbecue Association, Don David. Don Davidi o siz vitse-prezident olandan sonra Yox. veriblər, yoxsa onun Əvvəl Don David olub. Don David tarqov markadır, yəni brenddir. Don David. O 2007-ci ildən. 2007-ci ildən. Aha. Don David. Amma barbekü assosiasiya və mənim hakimliyim və belə şeylər olub bir 4 il sonra 2011-ci ildən sonra başlayıb. Aha, siz hətta yadımda da biz danışanda demişdiniz ki, hakim, Hə. Kulinar hakim. kulinar hakimsiz. Bəli. Bəli, bu bizim üçün doğrudan böyük bir fəxrdir. Vietnam Hamısı. festivalı. Aha. Dünyaca tanınmış gastronomiya festivalı haqqında nə danışa bilərsiniz? Necə oldu? Bu nə məsələdir Orada ümumiyyətlə? bir səfirin də nəsə söz olub. O bəli, onu da soruşacağam. Bizim Vietnam tamam ola bilər başqa bir veriliş olsun Vietnam barədə. Yəni o qədər orada işlər görülür ki, orada bizim gözəl səfirimiz Şövqi Mehdizadə Aha. İndoneziyada, Vietnam, Vietnam səfiri, Vietnam, okey. Kamboca, Laos 3 Okey. ölkədə. O 2 il bundan öncə ora gələndən sonra biz belə qərara gəldik ki, Vietnamla Azərbaycanın çox böyük keçmişdə bağlılıq olur. Aha, bağlılıq oldu. Bizim Vietnama böyük bir köməklik olub bizim prezidentimiz Heydər Əliyev tərəfindən. Orada körpülər var, hansına ki dəstək verilib. Sovet İttifaqı vaxtında da Heydər Əliyev böyük köməklər eləyib Vietnama və Azərbaycanda olanda da. Bu günləri də bu davam olur. Bu Vietnamda olan tufanla əlaqədar bu il biz bir neçə provinsiyada uşaqlara xeyriyyə şey elədik. Xeyli məqsəd. Yəni Heydər Əliyev fondu ilə və bizim səfirlik və mən bəzi provinsiyalarda yığdıq uşaqları bir yerdə 250 uşaq oldu. Bir yerdə
400 gözləyirdi, 700 nəfərə qədər gəldi, Ay başqa maşallah. səfirlər gəldi. Yəni biz bu işləri gördük və bundan sonra Vyetnamda kulinar festivallar başladı. Təşəbbüs, bizim səfirliyin təşəbbüsü ilə, mənim təşəbbüsümlə ən axırıncı bizim festivalımızda, kulinar festivalda yaratdıq. 3 günə 60 min adam keçdi festivaldan. Oo. 3 gün nə qədər? 3 günə 60 min. 60 min. Bəli. Və mənim əlimdə belə bir məlumat var ki, doğa haqqında orada çox müsbət rəylər bildirilib ki, dünyanın ən dadlı və ən xeyirli şorbasıdır doğa şorbası. Bəli, belə bir şey var. Bunu biz Qoysa nə gedər bu? Və məntiqlə düşünsə həqiqətən də elədir. Çünki onun tərkibində qatıq var, düyü Bunu var, biz həmişə noxud bilmişik. və göyərti. Yəni, Dovğanın bizə, bizim Dovğanın yəni şeyi yoxdur, konkurenti yoxdur dünyada. Yəni bu belə bir supdur ki, Dovğa, onu istidə yemək olar, soyuq da yemək Soyuq olar. da, zordan maraqlı İçki da. kimi də istifadə etmək. Bəli. Vyetnamlar belə fikirləşirlər ki, onların supu dünyada ən tanınmış suplardan biridir. Bir neçə delegasiya Azərbaycana gələndə, Bakıya gələndə Vyetnamlı dostlarımız, onlar Bakıda çox şeyləri özlərini açdılar, gördülər. Həmçinin Dovğa. Yəni bilmək lazımdır ki, Vyetnamda demək olar ki 90%, 95% yemək orqanikdir. Onlar orqanik yeyirlər. Müşfiq bir oturumda əgər 1 kilo yemək yesə və desə ki, mənə çox ağır oldu. Vyetnam, arıq bir Vyetnam vətəndaşı 3 kilo yemək, səndən 3 dəfə çox yeyər. Doğrudan. Amma heç ona ağırlıq verməz. Çünki hamısı yediyi nədir? Göyərti, tərəvəz, balığı. Elə şeylər var, elə şeylər var. Göyərti ilə, ha. Ya onlarda klimat baxımından mal qara çox olmadığı üçün. Vyetnamda çörək yemirlər. Amma biz ortalığa çörək qoyanda bizim çörəkləri, çörək heç özümüzə çatmır. İşlikən Çox xoşlarına gəlir. Ulan, Ay. deyim ki sənə ləzzət axtarışında asatirin kebabı ilk dəfədir. İlk dəfədir özdə Dadına kim baxasın. tərəfindən bişirilib? Oo. Kim tərəfindən Oo. bişirilib? Götürün, bunu tutaq belə götürmək lazımdır. Uf. Gör necə yumuşaqdır, srazu dağıldı, dərhal dağıldı. Vay vay vay. Üstə belənsə bundan belə xəbər edeyim mən də. Bunu doğrudan çeynəmək, heyifdir canımsın. Cheers. Cheers. Bunu Cheers. doğrudan çeynəmək olmaz. Sonra deyərlər ki, qardaş, o niyə ağzında çeynirdin? Necəsən? Utdum. Utdun. Oy, oy, İndi mən. Süper. Süper, ulan. Oy, oy. Teksturası süper. bilirsən nəyə oxşuyur? Şirin pambıq olur, ağzı atan kimi anında əriyir və heç nə hiss eləmirsən. Teksturası birəbir odur. Dadı amma qaymaqlı tam gəlir, fikir verirsən. Qaymaqdır da. Qaymaqlı. Bu qaymaq deyib, qaymaqdır bu. Ya bu sadəcə olaraq dəhşət bir şeydir. Vay vay vay. Vay 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 ulan vay vay vay. Vay vay ulan onun birazdan. Ay şarabına Bu- sürtüm bunu. Ofitsiallə mənim həyatımda yediyim ən dadlı balıq kebabıdır. Aman. Aman bu Bu dəhşətdir. Bu mənim Çox həyatımda yediyim ofitsialını ən dadlı balıq balıq kebabıdır. şavaydı. Uf. Lokma o. Sonra Lars. Ud. Ağzında sağlam ud. Parmağımı aparmışdı ya. Necədir? Super.
şef, indi bu nədir bəs? Bu kükü. Balıqlı kükü. Balıqlı kükü. İndi biz ona yumurtanı balıqla bir yerdə vuracağıq. Ha, buna da asatirin. Dayı, Asatirinlə ha? Yo. Başqa balıqdır Başqa balıq, hə. Ya o kütüm də ola bilər, şamayka da ola bilər, amma quru balıq olmalıdır. Ha, quru Hissə balıq. verilmiş yox. Duz yerinə, duz Hə, yerinə. duz əvəzinə, hə. Ay sağ ol. Aha. Da. Bu nədir? Da bu balıqdır. Bu balıqdır. Hə. Ha. Quru balıq. Quru balıq tikələri. Hə. Bunu xırda doğrayırıq. Ha, kusok olmur da. Sələ bütün böyük balıqlar yox. Ha, böyük balıq olmur. Xırda. Ona balığın tamın Duz kimi verəcək. də, hə. Balığın tamın verəcək. Ha, başa düşdüm. Burada balığın xırda kusokları olur. Bəli. Buna duz vurmuruq. Ha, şor balıq olduğu üçün içərisində. Deməli, burada balığı gördünüz ki, azdır da. Niyə? Ona görə ki, o kükünü yeyəndə hərdən o bir dənə balaca balıq düşəndə dişimizə, Aha. onu biz hiss eləyirik. Çox olmaz onu eləmək. Ha, çox olmaz. Hə, çünki Aha. belə bil ki, hər 50 qram küküyə 1-2 dənə balıq düşə bilər. Deməli, balıqlı kükü. Balıqlara bax, biraz. Balaca. Xırda balığın tikələri. İndi onun tamı çıxacaq, yayılacaq. Çünki o özü qurudu. Aha. İndi yaş nəm yerə düşdüyü üçün öz dadını indi yayacaq. Açacaq, hə. Bu da Şamaxıya aiddir, yoxsa bu sizin fikrinizdir, ixtiranızdır? Yəqin ki, bu Şamaxıya aiddir. Mən balaca uşaq olanda gördüm onu, birinci dəfə maraqlı idi. Mənim rəhmətli nənəm həmişə bunu bişirərdi. Allah rəhmət eləsin. Bu yadımda qalıb. Bir də kartoşka supu. Cılbır deyirdilər ona. Kartoşka yumurta ilə. Cılbır. Yumurta suyun içinə qatı qarışdırıb sonra belə çıxıb qarışdırırlar. Yaşıl borş kimi. Hə, yaşıl boş kimi. Ay sağ ol, ona oxşayan bir şey. Amma turşəysiz, Göyərtisiz. göyərtisiz. Bunu da yəni Şamaxıdan yəni qalıb da yadınızda Şamaxıda. Bəli, eləyirlər. bəli. Uşaqlıqdan. Səbzi. Hə, Şamaxı səbzisi. hazır. Kükü hazır. Ha. Tamam. Nuş olsun. Balıqlı kükü. İyi gəlmir. Şamaxıda İyi gəlmir. Qətiyyən. ilk dəfə də yeyəcəm. Əsl kükünü. Sahib müəllimin təqdimatında balıqlı kükü. İlk dəfə. Mən çox həyəcanlıyam. Balıqlı kükü. İlk dəfə. İlk dəfə. Mənim kimi. Bax dadına. Bir insan bax dadına. Hələ mən yemirəm bunu. Gözləyirəm. Turşenk var bunun içində, hə? Bol turşenk. Nədir o turşenk? Göyərtinin adı. Aha. Turşenk iyi gəlir. Balıq iyi heç yoxdur. Nə təəssürat bağışladı sənə? Bax, bu da pambıq kimidir. No. Bugün mən nə yedimsə hər şey bax pambıq. No. Bax, göyərtinin nə xırçıltısı var, nə bir şey. Baxın, o qədər düzün. Və balığın dadı lap sonda yüngül notlarla açılır. Lap yüngül Demişdi də, müəllim demişdi ki, elə olacaq. Balığı Mən də bir sonda təsdiqləyirəm də, mən də hiss pis bir eləyəsən. şey deyirəm. Sonda hiss eləyəsən. Oy, 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 oy. Oy, 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 oy. Baxın məndə, üstündə balıqlar, xırda balıqlar var, görünür. İmdadına baxaq oradan. Müşfiq, mən bildiyim bu nəyin dadına oxşuyur.
Biz səndən Qusarda affar yemişdik. Deyim mən də deyəcəm. Aha. Qusardakı affar biraz xəmir, bunun üstünə qatdın, elə bir ki o affardır. Mən o Nə. dəhşət çox. Bir o Qusardakı afar, bir də bizim zonada bişən küküyə bir damızı bənzəyir, amma balıq dadı biraz dəyişir. İçində balıq olduğu üçün. Və çox suludur. Çox suludur. Göyərti bütün vitaminlərini və xeyri maddələrini içində saxlayır. Balığın xırdan. Pörtdüyü belə bir, qızarmayıb, pörtləmiş göyərti. Mənim çox xoşuma gəldi. William, çox xoşuma gəldi. Daddan əlavə çox xeyirli bir yeməkdir. Göyərti, içində kənd yumurtası, balıq. Əlbəttə, xeyri nə var, hamısı bunun içindədir də. Əllərinizə sağlıq. Hadi durma, kutla bu zəfər sənin, yüreğinize sağlıq. Yanan dünyadan tek seferim, onu kaybetme, onu. Oba! Oy da suyuna bak, yağdı, gör necə pıqqıldıyır. Gör necə pıqqıldıyır. Tələsmə. Hə. Bir dənə sən, bir dənə. Kəsirik buradan, onu ancaq təndir çörək batırıb yemək lazımdır. Kartuşka, pomidor, ətin dadı orada. Orada aradan bax görürəm oradan. Ondan sonra da pomidora da vurursan ki bunu Özdə belə olsun. əti mən qoyanda piyi çox idi. Yəni bu ətin öz yağıdır. Buna bax, buna bax. Bunun Özəlliyə rənginə bax. Ağzın yanar yavaş-yavaş. Oy, tamam. Ne oldu? Tadı, möhtəşəm. Belə dadlı yağa batırılmış çörək olmamışdı. Bunun ətini qoyar adam bir qara, bunun suyuna batırıb yer ama. Mən heç ət istəmirəm sözün düzü. Elə ancaq o yağla pomidor. Bunu belə yemlər də, bunu bir gözlədim, bir an bura salıb saracağım. Bilməm. Bu nədir? Uyda pomidora bax, əzilib və bax. Deyim ki, mən bunun ətini yedim. Amma bunu da bura vuracağım o belə. Ay sahib müəllim, siz bu günləri bizə barmaqlarımızı yedizdirmək istəyirsiniz. Canımsın, mən bu günə ola bilsin 8 barmaq getdim evə.
Minibus, minibus uşaq bezlərinin birbaşa istehsal olunduğu zavoddayıq. Əziz valideynlər, minibus uşaq bezlərinin necə keyfiyyətdə hazırlanmasını sizlərə göstərmək üçün gəldik birbaşa zavoda. Məni minibus bezlərində ən birinci cəlb eləyən bax bu dizaynıdır, şəkillər. Biz böyükləri cəlb edirsə, uşaqlar bunu lap oyuncaq biləcək. Aləm sənə bir şey deyim. Hə. Burada gördüyün uşaqlar var ha, hamısı yerli uşaqlardır. Orada biri var, mənim dostumun oğludur. Minibus. Xoşbəxt analar, xoşbəxt balalar. Duz. Bu duzsuz da elə gözəl yeyir. Oy maşallah. Sənə iştahı olmayan adam baxsın, öyle. İnan iştaha gələr. Elə yeyirsən. Ağzım sulandı, o alsan necə yedin, amma mən istəyirəm ki, bəzi yeməklərimiz ki qalmışdı, onların da dadına baxaq da. Deməli, bu möhtəşəm idi, dadına baxdıq. Bu möhtəşəm idi. Bunun heç ətini yeməyə ehtiyac yoxdur. Çörək sadəcə yağına batır. Vay vay, bunun yağına bax, kley. Kley, bu xaşdır, nədir? Aşın üstə döküləcək. Aşın üstünə. Hə. Öyle. Bu deməli, bunun içində başqa bir şey də var şüyüt pilovun. Paxla. Paxla. Saşa dayıma mən qulluq eləyim. Bu südlü Oradan da- aşı ilə gəlir buna. Elə bir süddə pişib. Yox. Elə iyi Hə, iyi gəlir. gələ bilər. Elə iyi gəlir. Hə. Güyünün şeydir. Qulluq eləyim sizə. Bundan deməli bunun üstünə tökülür də bunu. Bir dəqiqə, bir dəqiqə, bir dəqiqə. Aha. Gör necə ayrıldı. Ət sümükdən gör necə ayrılır. Bax, 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 bax. Hülya, Dayıcan. suyunu bol elə onun üstünə suyunu. Vay vay, suyu nə dad verir buna. Bu nə dad verir. Paxla, düyü, bol-bol göyərti və final nöqtə. Hülya, bir dənə bundan. Möhtəşəmdir. Bilin ki, bu yemək usta əlindən çıxıb. Güt plova qatığına yeyərlər. Bura belə. Deməli, tuxovka asatirin. Çetin tuxovka, hə. Asetirin tuxovka. Buradan bunun bu qızarmış yerindən. Oy oy. Buna bax. Belə.
Cheers, cheers. Cheers. Baxa bu duxovkanın da dadına baxam. Hülya, mən deyəmirəm. Sən yed. Sen diyemiyorsan ben diyeyim. Okey. Vay, vay, vay. Clay. Ben yeniden hayata geldim hele bir. Allah sizə canı sağlığı versin. Çox sağ olun. Mən bir daha da təşəkkürümü bildirirəm. Sizə vaxt ayırdığınız üçün. Mənim gözəl əmim Saşami, sizə də təşəkkürümü bildirirəm. Bütün dostlara, hamıya təşəkkürümü bildirirəm. İşte sən qardaşsan. İnşallah bir gün Moskvaya gələcək sizin yanınıza. İnşallah elə öz vətəninizdə planlar var, nəsə yenilik. Gastronomik yenilik. Gastronomik. Bəli, var. Anons verək bir dənə. Hə. İnşallah ola bilsin ki bu il biz burada Şamaxıda belə deyək, Şamaxı Festivallar Mərkəzinə çevrilir yavaş-yavaş. Çalışarıq bu il burada payızda kulinar bir festival yaradaq. Bravo, 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 bravo. İnşallah. İnşallah, inşallah. Açıqlayıb hər şey demək olmur. İnşallah görərsiniz. Biz ilk öncə sponsorlarımıza da təşəkkürümüzü bildiririk. Onların sayəsində biz gedirik, çəkirik, işləyirik. Oba Marketlər şəbəkəsi bizim sponsorumuz. Keyfiyyətin və qənaətin məkanı. Tək məkanı. Tək məkanı. Oba Marketdən sizə hədiyyəmiz var. Sonra bizim yerli Premium. istehsalımız. Yerli istehsalımız Mini Boss. İnşallah ki bilirəm ki nəvələr var da. Bilirəm Saşa dayda bilirəm var. Sizdə bilmirəm. Gözləyirik. Gözləyirik. Oo, gözəl, gözəl. Onda burada 4 də var. 2 də var. Bunlar da sizə hədiyyə veririk. Sponsorumuz Mini Boss'a təşəkkürümüzü bildiririk. Mini Boss'a çatdırılma da var. Bir zəngə Mini Boss qapınızdadır. Azərbaycanımızın yerli brendi. Premium bezlər. Gəldik, çatdıq. Sonda biz bu Desertlər. Bu firinidir. Azər, özün hərəsindən biraz. Bu firinidir. Bu çox Şamaxının ən məşhur desertidir və çox Yəni Azər də Şamaxılıdır ya. Yəni bu Azər davam edər. çox dadlıdır, çox möhtəşəm bir şey tarçınlandır. təşəkkürümüzü bildiririk Azər bəy. Yəni zəhmət olmasa özün qoyan ki özün yemə, ver biz dadına baxaq. Şen. Aha, bu lesin bu bəsdir. Kimsə nə dedi bəsdir? Mən desert sevənəm. Verəcək də yenə yetsən. Biraz. Bunu sənin üçün çox qoyduq. Bundan da baxalım. Ya belə yüngül şokda durursunuz. Yəni bu qədər yeməyin üstündən görürsünüz necə gedir. Rahat. İkimiz də beləyik. Bunun heç şirinlisi yoxdur. Yox. Bu heç şirin deyil. Amma çox yüngüldür və bunun tərkibi nədir? Jile, Nişasta. nişasta. Nə nişastası? Düyün. Yox, kartof. Buğda nişastası. Vay vay vay. Bu vahşi, bu darçın. Bu asatirinin üstündən birisi necə gedir. Şirin deyil deyə adamın ürəyini vurmur.
Sponsorlar: Oba Marketlər şəbəkəsi, Mini Boss uşaq bezləri.